onun gələcək layihələrinin təməlini təşkil edib. Həm texniki düşüncə, həm də biznes strategiyası. Elon Musk'ın ilk böyük biznes uğuru Zip2 adlı şirkət olub. Bu şirkət qəzetlər üçün onlayn xəritə və şəhər bələdçisi xidmətləri edirdi. Zip2 sonradan Compaq şirkətinə satıldı və Musk bu satışdan milyonlarla dollar qazandı. Daha sonra X.com adlı onlayn bank platformasını qurdu. Bu platforma sonradan PayPal'a çevrildi və 2002-ci ildə eBay tərəfindən alındı. Bu satış Musk'ın maliyyə baxımından müstəqil olmasını təmin etdi və daha böyük xəyallar üçün yol açdı.